Yanılmayıb qismətini göndərən, geciksə də o yolları köndələm. Gözlərinin gözəllikdən köz dərən, ürəyinin çıraqlanan vaxtıdır. Harda qaldı, qaçdı, tutdu bizliyin, xeyri yoxmuş rahatlığın, dinsliyin. Bir qurs kimi əldən uçan gəncliyin, ağrı ilə soraqlanan vaxtıdır. Qabağını hak etsən də sən şərin, ürəyində yara açdı çox dərin. Xəyal ödüb keçən illərin, kitab varaqlanan vaxtıdır. Sevgi neydi sən uca saxlayan, o sevgiyə olmadı gün ağlayan, nə könlünün çaylar kimi çağlayan, nə telinin daraqlanan vaxtıdır. İndən belə günlərini saymısa, sirlərini şeirə çevir, yaymısa, daha sənlə gözəllər yox, aymısa, mələklərin maraqlanan vaxtıdır. Əziz cəmaatımız, qohumlar, Musa Ələkbərli sevərlər. 25 aprel Mirzə Ələkbərlinin doğum günüdür. Bu günü biz hər il qeyd eləmişik. Yəni necə deyərlər, yaxınlarınla, əzizlərinlə. Amma belə qismət oldu da bu gün gəlmişik onun məzarı başında onun ad gününü qeyd eləməyə. Uca Allahdan ona rəhmət diləyirəm. Musa Ələkbərli ilə bizim 56 il yoldaşlığımız olub, 56 il. Çox səfərlərimiz olub, tədbirlərdə iştirak eləmişik. Musa Ələkbərli bir şair kimi şair idi, amma insan kimi Musa Ələkbərlinin tayı bərabəri yox idi. Çünki o müəllim ailəsində doğulmuşdu. Müəllimdən tərbiyə götürmüşdü, Məlik müəllimdən. Çox böyük ziyalı idi. Tamahsız, hörmətçil, insansevər, vətənini sevən, qələmini sevən bir şairimiz olubdu. Nə eləmək olar? Hər bir ömrün sonu var. Gəldi ömrün sonu da 75'də dayandı. Hamımız ona Allah'tan rəhmət diləyək. Ailəsinə, qardaşlarına, bacılarına baş sağlığı verirəm. Bütün Azərbaycan şairlərinə baş sağlığı verirəm. Ruhu şad olsun. Bugün gözəl bir insanı xatırlamaq üçün toplaşmışıq. Musa müəllim böyük ziyalı idi, işıqlı insan idi və onun ətrafına olan insanları da biz nəzər salsaq görərik ki, bu həyata pozitiv yanaşan bir şəxsləri ətrafına toplamışdı. İnsanın böyüklüyündən təvazökarlığı sanki bir ahəng təşkil edirdi. Yəni Musa müəllim bir sadəliyi ilə nümunə idi həqiqətən. Eyni zamanda insanlara dəstəyi sanki mahiyyətindən qaynaqlanırdı. Biz Ədalət Partiyasını sonuncu qurultayını keçirən ərəfədə çox böyük bir problemlərlə üzləşmişdik. Sonra partiyanın qurultayını keçirdik, bir həssas dönəm keçirdik. Amma Musa müəllim o qədər belə xarakterinə uyğun olaraq təskinlik verirdi ki, hər şey yaxşı olacaq. Bir ağsaqqal məsləhəti, xeyir duası, bir təskinliyi vardı. Yəqin ki, həyatda hər kəsin belə bir insana ehtiyacı olub ki, həyatda ona bir məsləhət verən bir ağsaqqal olsun. Yəni təpədən dırnağa onu motivasiya eləyə bilsin. Musa müəllim belə kişilərdən biri idi. Həyatda hər kəsin ehtiyacı olan bir insan. Təskinlik verən, təsəlli verən, ümid yaradan bir insan idi. Təkcə sözündən yox, xarakterindən, duruşundan, bütün fiziki mahiyyəti ilə belə idi. Bəzən insanlar var ki, çox gözəl sözlər deyirlər, amma bir formasına baxırsan, görürsən ki, heç uyğun gəlmir, heç inanmırsan. Amma Musa müəllimin o fiziki görkəminlə dediyi sözlər üstə düşürdü. Ona görə də insan belə bir ağsaqqaldan motivasiya alıb həqiqətən də həyatda bir mücadilə aparmaq istəyirdi. 75 yaşını biz qeyd eləyəndə Rəşid Behbudov adına mahnı teatrında mən onda da gördüm. Bu insana nə qədər sevgi var, nə qədər
böyük əhatə dairəsi var. Akademiklərdən tutmuş tələbələrə qədər hər kəs Musa müəllimin işığına yığışmışdı və hər kəs də çıxış eləmək istəyirdi. Yəni bəzən insanların, ən böyük şairlərin yaradıcılığı 2 saat çəkmir. Yəni söz də bitir, fikir də bitir, çıxış eləmək istəyənlər də artıq yorulur. Amma Musa müəllimdə biz bunun əksini gördük. Yəqin siz də çox yaradıcılıq gecələrində iştirak edirsiniz. Bu da onun böyüklüyünə bir dəlalət idi. Bəzən o qədər sadə görsənirdi ki, uşaqla uşaq kimi, böyüklə böyük kimi. Amma baxırdın əlaqələrinə, ünsiyyətdə olduğu insanlara ən müxtəlif təbəqələrlə bir yerdə idi Musa müəllim. Yəni insan bu qədər böyük olar, bu qədər də sadə olardımı deyə insanın içindən bir hiss keçir. Yəni bu da Musa müəllimin böyüklüyüdür. Və yaradıcılığına nəzər salanda da görürsən ki, insan özünü ölümə bəlkə də hazırlayırdı. 75 illik yubileyində də dedi ki, artıq Musa sənin mələklərlə görüşən vaxtındır. Yəni bunu da artıq xəyalına gətirirdi. Musa müəllim o birisi dünyasına hazırlaşırdı. Bunu da əvvəlcədən bəlkə də duyurdu. İçində çəkdikləri fikirlər çox idi təbii ki. Millətin dərdini şair həmişə çəkir. Yəqin ki, bütün problemləri içərisindən keçirirdi. Ona görə də yaşı 75 olsa da, amma fiziki görkəminə baxırdın ki, bəlkə də 90-dır, 90-ın üzərində bir yaşı var. Bu nəyə göstərdi? Yazdıqları içərisindən keçirmişdi. Boğazdan yuxarı gəlmirdi. Canından, qanından, ruhundan keçirib yazırdı yazdığını. Və ona görə də Musa müəllim yaşına rəğmən daha yaşlı görsənirdi, qoca görsənirdi deyə bilərik. Çox böyük itkidir. Ziyalı itkisi bir cəmiyyətin ən böyük itkisi hesab olunur. Ziyalı öldü, cəmiyyət öldü deyirlər. Musa müəllim də belədir. Bilirsiniz, cəmiyyətdə təbii ki, həmişə deyiblər ki, bir insanın itkisi heç nəyi dəyişmir. Dahilər də dünyasını dəyişiblər, amma dünya davam edir. Amma məsələ ondadır ki, ziyalılar bu cəmiyyətin getdiyi yola işıq saçan insanlardır. İndi biri var cəmiyyət işıqlı yolda addımlasın, bir də var ki, o qaranlıqda. Musa müəllimin itkisi o cəmiyyətin o işıq saçan insanının yoxluğu deməkdir. Biz Musa müəllimə hər zaman söz düşəndə dünyasını dəyişib deyirik. Biz canı dildən inanırıq, dinimiz də bunu bizə deyir. Ölüm yoxdur, dünyasını dəyişmək var. Xüsusilə də ziyalı insanlar üçün. Və şairlər də Allahın sevdiyi kateqoriyaya daxil olan ən yüksək mərtəbəli insanlardır. Musa müəllim də dünyasını dəyişib, bir dünyadan o birisi dünyaya köç edib. Allah rəhmət eləsin, yeri behişt olsun. Məzarın önündə dayanmışam indi. Düşünürəm ki, ömrümüz boyu çox yaradıcı insanlara rast gəlirik. Kimisinin yaradıcılığı yaxşı olur, amma şəxsiyyəti ondan uyğun gəlmir. Kiminin şəxsiyyəti yaxşı olur, yaradıcılığı ondan uyğun gəlmir. Musa müəllim o şəxsiyyətlərdən idi ki, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşürdü. Allah rəhmət eləsin. Bizim o günümüz olmur ki, Çingiz Əmi ilə Kamal kişi burada iştirak edir, Nizam müəllim. Biz onunla gəzdiyimiz yerlərdə gəzərkən o gün olmur ki, biz onu xatırlamayaq. Hansısa skamyada, oturacaqda əyləşmişiksə, deyir ki, Musa müəllimdən bax burada əyləşmişdik. Bu ağacın kölgəsində gəzirdik. Keçən il bizim Tovuz səfərimiz oldu Qandallar kəndinə. Musa müəllimi orada bir daha deyir, yol yoldaşı olanda daha da yol yoldaşı olarkən kəşf elədim ki, bu nə qədər böyük ürəyi var idi. Allah rəhmət eləsin. O elə söhbətlər eləyirdi, şəxsən mən çox şey öyrənirdim onun söhbətlərindən. 70-ci illərin, 80-cı illərin tanınmış yazıçılarının ona göstərdiyi qayğıdan söhbət edirdi. O necə hansı şəraitdə yaşayıb, İsmail Şıxlının dövründə necə mənzil almasını danışırdı o əhvalatları. Və hiss edirdim ki, bu insan yaxşılığı unutmur. Özü də yaxşılıq eləyir və ona olunan yaxşılığı da unutmur. Allah ruhun şad eləsin. Mən onun bu günləri məzarının önündə də baş əyirəm və onu tanıyan bütün qələm dostlar adından Allah rəhmət eləsin deyirəm. Çingiz Əminin rəhbərliyi ilə çox tədbirlərdə, çox məclislərdə iştirak elədik. Etibarlı, sədaqətli, səxavətli insan. Yubileyini də Mütəllim müəllim bəyəxları qeyd elədi. Yubileyində
İndi fikirləşənlər oldu ki, görəsən proqramın tutulmasında Çingiz müəllimin rəhbərliyi ilə mən də iştirak eləyirdim. Soruşdum ki, şair, vaxt nə qədər ola bilər? Dedi 4 saat. Mən dedim bəlkə 4 saat çoxdur. Dedi keçən dəfə də xatırlatdı ki, adamlar durub getmirdi. Həqiqətən deyil oldu. 4 saatdan çox tədbir keçdi. İnsanların sevgisi var idi Musa müəllim. Ülvi bir insan idi. Musa müəllim bizim qəlbimizdə əbədi yaşayacaq. Sağlığında Musa müəllimə mən bir neçə şeir həsr eləmişdim. Amma dünyasını dəyişəndən sonra məqamı var, zamanı var, vaxtı var da fikirləşirdim ki, bir neçə məqalələr yazılacaq, şeirlər yazılacaq. Mənim özüm tərəfindən təbii ki, başqa şairlərimiz, yazıçılarımız, başqa sənət adamları tərəfindən, eyni zamanda dostları tərəfindən Musa müəllimin yəqin ki, yeni xatirələr, yeni ürək sözləri yazılacaq. Bugün səhər-səhər yeni bir şeir ittihaf elədim Musa müəllimin ruhuna. Böyük şair oldu, sadə yaşadı. Heç zaman özünü öymədi Musa. Zaman gərdişində acı görəndə qəddi qamətini əymədi Musa. Şeirə bələndi alovu, közü, əyriyə, harama baxmadı gözü. Üzdə təbəssümü, dildə xoş sözü, kimsənin qəlbinə dəymədi Musa. Altayam mərdanə yazdı, yaratdı, dünya sərvətini başından atdı. Haqqın qapısına şeirlə çatdı, bir məmur qapısını döymədi Musa. Ruhu şad olsun böyük şairimiz. Hörmətli dostlar, qardaşlar, bacılar. Bugün doğrudan da Musa müəllim kimi bir şəxsiyyəti itirmişik. Onun 75 yaşını qeyd eləsək də 76-sı özünə qismət olmasa da bu gözəl insanlarla bir yerdəyik. Allah onun ruhunu şad eləsin. Musa müəllim çox gözəl, dəyərli insan idi, sadə insan idi, gözəl şair idi, gözəl ağsaqqal idi. Rəhmətli İlyas Tapdıq bizi tanış eləmişdi. Onun yaradıcılığından, biz də şeirlərini çox uşaqlıqdan bu əsərlərlə böyümüşük. Bu gözəl təbiət nümunələrindən, bu poeziya nümunələrindən böyümüşük. Allah Musa müəllimə rəhmət eləsin. Onun elə halallıq şeirini mən həmişə misal gətirəcəm. O hər yerdə həmişə o halallıq şeirindən elə bil ki, o nöqtəsini qoyur. İnsan necə olmalıdır, halallıq necə olmalıdır, təmizlik necə olmalıdır. Onun daxili fəlsəfəsini asır göstərir. Mən bir daha Musa müəllimə Allahdan rəhmət diləyirəm, çox təəssüf edirəm, yenə biz çox yaxın olmuşuq son vaxtlar. Onun elə tez-tez görüşərdik, hörmətli akademimiz Nizami Cəfərovla elə danışmışdıq, yaxın günlərdə elə görüşümüz. Sonra bax, belə bir hadisələr oldu. Allah bir daha onu rəhmət eləsin. O çox bir sadə insan idi. Amma sadə olmaqla bağlı o sadəliyin içində böyük bir əzəmət var idi, böyüklük var idi. Həmişə biz onunla fəxr eləmişik. Bir daha Allah Musa müəllimə rəhmət eləsin. Əziz dostlar, qohumlar, bugün biz Musa'nın işığına, ruhunun işığına yığışmışıq. O həm də poeziyanın işığına yığışmaq deməkdir. Musa çox böyük şair idi, hamı bilənlər bilir. Çox dərin şair idi. Musa etibarlı dostuydu. Musa etibarlı qardaşıydı. Təşəkkür eləyirəm. Əziyyət çəkib gəldiyinizə görə, Musanı unutmadığınıza görə, Musanı olan bu hörmətə görə sizin hər birinizə təşəkkür eləyirəm. Bu həm Musaya olan hörmətdir, həm poeziyaya olan hörmətdir. Sağ olun, dostları Allah saxlasın. Atamın qəbri üstündə danışmaq təbii ki, çətindir. Həmişə şeiri ilə, qələmi ilə fəxr eləmişəm. Təəssüf ki, həyat belə gətirib ki, atam babamdan necə təhsil üçün, həyat qayğıları üçün, özünə gələcək inşa eləmək üçün Gədəbəydən ayrılıb Bakıda həyat qurmağa gəlib. Mən də eyni şəkildə 18 yaşımda atamdan ayrılıb ölkə xaricinə getmişəm.
Əvvəllər atanın sadəcə atam yazdığı üçün şeirlərini sevirdim. Atam yazdığı üçün şeirləri ilə fəxr edirdim. Sonra həyat elə gətirdi ki, yenə mən də yaradıcılıq tərəfi istiqamətləndim. Bir teatrla, ssenari yazmaqla və s. məşğul olmağa başladım. Onda tam dərk elədim ki, atanın şeirləri nə deməkdir, nə qədər dərindir və nə qədər çətin bir şeydir o cür sözlər yazmaq, o cür şeir yazmaq. Teatrda, tamaşada və s. də görürsən ki, bir piyes, səhifələrlə piyes yazırsan, amma bir konflikti yaratmaq, dəyərli bir şey yaratmaq o səhifələrin içində çox çətin bir şeydir. Ata bunu sadəcə bir qələm və bir kağızla, bir neçə bəndlə həll edə bilirdi. Ona görə mən çox uzatmayıb sadəcə atamın bir şeirini səsləndirmək istəyirəm. Bu da sənin üçün taleyin əmri, çatdığın ocaqda yaxşı yanmısa. Yaşaya bildinmi bir insan ömrü, Peyğəmbər adını daşıyanmısa? Tanrı dərgahından olan adınla budağın tutacaq bar deyirdilər. Eşqinlə, qəlbinlə, istedadınla sənin gələcəyin var deyirdilər. Dinirsən həmişə səmimiyyətlə, dilindən sözlərin istisi çıxır. Yanırsan ən ülvi arzu niyyətlə, başından ilhamın tüstüsü çıxır. Gözə gətirdilər beləcə məni, ağrını, acını, kirmişçi uddum. Ürək dara çəkdi hər gecə məni, hər səhər əlimi üzümə tutdum. Halalca tikəmi göydə çaldılar, oxu tuşladılar düz ürəyimə. Mənim bu günümü məndən aldılar, gözümü dikdilər gələcəyimə. Hər gün gün itirdim yaxşı gün üçün. Hər gün itirdim yaxşı gün üçün. Ümidim həmişə sabahda getdi. Yollarda ləngidi, qaldı toyduyun. Mənim gözlədiyim sabah da getdi. Hər gün qulağımı deşdi yalanlar. Öyünc edeyim mən axı neyimi. Mənim bu günümə balta çalanlar arxiva atdılar gələcəyimi. Həyatda hər şeyin dəyişdi dadı. Arzu da, ümid də daha xəyaldır. Mənim gələcəyim gəlib çıxmadı. Mənim gələcəyim keçmişdə qaldı. Allah böyük şairimizə rəhmət eləsin. Qəbri nurla olsun. Bugün Musa Ələkbərlini dünya tanıyır. Bütün ədəbi dünya Musa Ələkbərlinin bugün ad gününü paylaşır, doğum gününü paylaşır, baş sağlığı verir, rəhmət diləyir. Amma mən bu günləri Musa Ələkbərliyə elə doğulduğu kəndin gözündən baxıram, doğulduğu kəndin dilindən rəhmət oxuyuram. Hansı ki, böyük insanlar, böyük dahilər bəziləri olur ki, dünyaya tanınandan sonra doğulduğu kəndi, eli, obanı unudur. Amma Musa Ələkbərli ömrünün sonuna qədər əvvəldən necə gəlmişdisə, elə də ömrünü başa vurdu. Hər dəfə kəndə gələndə fərqinə varmazdı. Böyük ya kiçik, körpə uşaqla da bir vaxt ayırıb danışırdı, onun təhsilinlə maraqlanırdı. Onun, necə deyim, həyatda tutacağı mövqe ilə maraqlanırdı, istiqamət verirdi ki, bala, doğru istiqamət budur. O vaxtı mən 10-cu sinifdə oxuyurdum. Cızmaqarı eləyirdim özüm üçün. Bir gün Musa Ələkbərli kəndə gəlmişdi. Eşidib ki, Toğrul kənddə bir uşaq var Toğrul adında, şeir yazır, cızmaqarı eləyir. Rəhmətli Fazil müəllimi, bacısı oğlu Fazil müəllimi göndərmişdi ki, get Toğrulu çağır. Onu da deyim ki, bəlkə doğru hesab olunmaz, amma deməliyəm, söhbətin mahiyyəti var ona görə. Həmin vaxtı Musa müəllimlə mənim atam küslüydülər. Düşmən deyirdilər, sadəcə inciklik olmuşdu aralarında. Amma buna baxmayaraq məni çağırdı, dedi, get nə qədər şeir, dedi, yazdığın şeirlərdən bir neçəsini de, bir neçə şeir dedim, dedi, get nə qədər şeir yazırsan, hamısını gətir mənə. Getdim, gətirdim, o şeirləri gətirib Bakıda çap elətdirmişdi Ədəbiyyat qəzetində. Göndərmişdi oxuduğum məktəbə və kəndə bizə. Yəni o, atam da həmin vaxtı mənə saz almırdı, aşıqlıq eləməyimə etiraz edirdi atam.
Onu da qəzetdə yazmışdı, atamı tənqid eləmişdi ki, Toğrulun səsi var, gözəl yaradıcılığı var, amma atası ona saz almaq istəmir. O tənqiddən sonra atam mənə saz aldı. Məhz yəni o tənqid səbəb oldu ki, atam mənə saz aldı. Bu gün mən sənətdəyəm. Bu günləri o tərəflərə getmək istəmirəm özümün sənətim haqqında, amma Musa müəllimin yəni demək istədiyim odur ki, haqqı üzərimizdə böyükdür, danılmazdır. Hər dəfə kəndə gələndə elin xeyrinə, şərinə yar-yardır. Kimin ki, yas mərasimində gələ bilməyib, şəhərdə olub, kəndə gedəndə gedib onun ailəsinə başsağlığı verərdi. Dediyim kimi, uşaqlarla ünsiyyət qurardı, uşaqlara istiqamət göstərərdi. Necə ki, bir şeirində deyir, bu doğma yerdədir dünyanın varı. Gözümdə gah düzü, gah dağı öpdüm. Yığıldı başıma kənd adamları, böyüklə əl tutdum, uşağı öpdüm. Gül kimi açılar burada güldərən, dağ olar qəlbini dağlara verən, nə yaxşı dodağım yanmadı görən, daşı qucaqladım, ocağı öpdüm. Uca dağ başında yaylandı bir qız, ulduzlar içində aylandı bir qız, əli çənəsində boylandı bir qız, yaxını yad etdim, uzağı öpdüm. Bir zaman bu yerdə sevdim, sevildim, kövrəldim gözlərimi çiçəklə sildim, ay Musa, o qızın gözləri bildim, onun üçün əyilib bulağı öpdüm. Hər zaman o yarımçıq qalan talihlərə, uğursuz talihlərə də biganə qalmırdı. Bu bulağın dili laldı, bu bulağın suyu baldı. Buradan bir qız qaçırdılar, səhəngi bulaqda qaldı. Elin bütün ağrısını, acısını, sevincini, kədərini, şadlığını, hamısını ürəyində daşıyardı. Allah ustada rəhmət eləsin. Məkanı cənnət olsun, bütün kəndimiz adından deyirəm, yerin cənnət olsun ustad. Sənin hər kəsin qəlbində yerin var. Anam rəhmətli danışardı ki, Musa hələ balaca olanda dədəmdən soruşub ki, dədəm Məlih müəllimdən soruşub ki, ay dədə, o da dədə deyirdi, deyib, ay dədə, ən yaxşı sənət, ən belə yaxşı iş nədir? Dədəm rəhmətlikdə ziyalı adam idi, özü də ki, doğulandan şair idi. Elə fikrinə gəlib deyib ki, ən böyük iş, ən böyük, necə deyərlər, həyat tərzi şairlikdir, ay bala. Musa da elə orada deyib ki, mən böyüyəndə şair olacağam. Musa şair oldu. Vətənini, xalqını, millətini sevən bir şair oldu. Musa təkcə yaradıcılığıyla şair olmalıdır, həm də xarakterindən şair oldu. Şair oldu ki, bugün onun yoxluğuna bütün Azərbaycan təəssüflənir. Mən Facebookda saysız hesabsız insanların Musa haqda necə böyük ürəklə, necə böyük sevgi ilə təəssüfləndiyini, başsağlığı verdiyinin şahidi oldum. Və bu gün də ən yaxın dostları bugün əlbəttə biz xəbər eləməmişdik. Bugün onun ad gününə yığışıb Çingiz, onun yaxın dostu Çingiz müəllim elə dedi ki, ad gününü qoy qəbri üstə qeyd eləyək. Sağ olsun, bura zəhmət çəkib gələnlər, bu çəkilişi aparan İradə xanım sağ olsun. Burada çıxış eləyən hər bir kəsə öz minnətdarlığımı bildirirəm, təşəkkür eləyirəm. Və Musanın ruhuna yazdığım şeiri ilk dəfə burada səsləndirmək istəyirəm. Vəfasız zalim dünyadan haşa Musa Ələkbərli. Şeir sevdin, öydün, şeir yazdın, boşa Musa Ələkbərli. Dünya fani, ömür puçdu, quş kimi əlindən uçdu, şəklin qara daşa köçdü,
daşa Musa rəhbərli. Doğulan kəs ölməliymiş, ölüm nədir bilməliymiş. Əcəl mütləq gəlməliymiş. Başa Musa rəhbərli. Sənin dərdin çox böyükdür. Qəlbimizi diddi, söktü. Qardaşların qan yaş tökdü. Qoşa Musa rəhbərli. Bacarmadı özü ilə, yaşla dolan gözü ilə, indən belə sözün ilə. Yaşa Musa rəhbərli. Musa rəhbərli sözü ilə yaşayan şairdir, şeiri ilə yaşayan şairdir. Azərbaycan xalqı, mən o bir çıxışımda da demişəm, nə qədər varsa Musa rəhbərli bu xalqın, bu böyük xalqın, bu igid xalqın, qədirbilək xalqın ürəyində mütləq yaşayacaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakîm. Sıratallezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. İlâ rahmetillah Teala. Allah rahmet eylesin. Allah mekanın cennet eylesin. Allah canı yakınlarına sabır versin. Allah Teala ne günahları var, affa kalan çeksin inşallah. Allah ahiretini hayırlı etsin.